Və burada üç təsvir görürük. Yuxarı sol küncdə Musanın əli ilə Nun oğlu Yuşanın təyin olunmasını göstərən gözəl bir rəsm var. Bu necə də xristiyan rəsminə oxşayır. Burada İsa Məsihin qarşısında diz çökən Simon Peter təyin olunur və İsa'dan göylərin və yerin açarlarını, ilahi vilayəti alır. Və Yahudi rəsmi ilə xristiyan rəsmi İslam rəsmindəki Qədirxum səhnəsinə necə də oxşayır. Aradakı Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh bütün müsəlman icmasının önündə öz canişini Əli ibn Əbi Talibi açıq şəkildə təyin edir. Deməli, burada ortaq bir mövzu, ortaq bir xətt, Peyğəmbərlərin həyatında təkrarlanan ortaq bir sünnə görürsünüz. Əgər siz İncili və ya Tövratı və ya Tanaxı oxusanız, görəcəksiniz ki, bu cür hadisələrlə doludur. İshak Peyğəmbər ölümündən əvvəl öz canişini Yaqubu təyin etdi. Yaqub kimi təyin etdi? O, Yusifi təyin etdi. Və burada da Samuel Davudu təyin edir. Və Quranda da eyni anlayış dəfələrlə təkrar olunur. Burada yuxarıda Qalə Rabbuka lil mələikətu inni cailun fil ərdi xəlifə. Və bir zaman Rəbbin mələklərə dedi, mən yer üzündə bir xəlifə təyin edəcəyəm. Deməli, Allah yaradılışın əvvəlində Adəmi təyin etdi. Və biz Nəml surəsində görürük. Süleyman Davuddan hər şey miras aldı. Və burada Allahın adlarından biri də Malikil Mülk. Yəni mülkün sahibi. Əslində hökümdarların hökümdarı. Mülkiyyətin sahibi, hökümdarlığı verən, yer üzünə yeganə rəhbər təyin etməyə ixtiyarı olan. Bəs